Aslında o bizi sevir. Sadece onun sevgi dili fərqlidir. Suallar verib özümüzə sevgi dilimizi tap. Və bu da daha gözəl sevgi münasibəti yaşamağımız. İkinci sualımız, ən çox nə istəyirsiniz? İbo'nun mənə dediyi dillə yapışqan insan. Sadəcə sevgi diliniz fərqlidir. Bugün sizinlə çox maraqlı bir mövzunu danışacağıq. Sevgi dili. Yəqin bildiyiniz kimi bədən dili var. Bəli, bunu çoxumuz bilirik. Sizin sevgi dili də var imiş. Mən bunu hardasa 4-5 il öncə öyrənmişdim və wow, necə maraqlıdır demişdim və çox maraqlı gəlmişdi bu mövzu mənə. Bunu biləndən sonra artıq hər kəsin sevgi dilinə fikir verirdim ki, bunun sevgi dili nədir görəsən falan. Bugün bu videoda 5 sevgi dili hansılardır onu öyrənəcəyik və özümüzün, qarşı tərəfin sevgi dili nədir, bunu necə öyrənə bilərik, bunlardan danışacağıq. Çox qısaca nümunələrlə çox maraqlı bir video olacaq məncə. Əminəm ki, bu mövzunu siz də sevəcəksiniz. Əgər sən də hər şey yaxşıdır, amma bir problem var, nəsə bir problem var deyə düşünürsənsə, yaxın əyləş. Bəlkə də sadəcə sevgi diliniz fərqlidir. Bugün tam olaraq bunu rahatlıqla öyrənə biləcəksən bu videoda və bunu öyrənmək münasibətlərdə həqiqətən çox başqa bir baxış açısı qazandırır bizə və biz artıq öz sevgi dilimizə uyğun insanlarla bərabər olmağa başlayırıq və bu da daha sağlam münasibətlər qurmağımıza kömək eləyir. Çox vaxt itirmədən başlayaq. Bəlkə də sevginizə hər gün dəfələrlə səni sevirəm deyirsiniz, amma bu onun üçün kifayət deyil və sizin onu sevmədiyinizi düşünür. Ona hər dəqiqə, hər gün, vaxt tapdığınız hər an nələrsə hədiyyələr verirsiniz, amma o mənimlə maraqlanmırsan deyə şikayətlər eləyir. Tam olaraq bunu yaşayırsınız və ya heç yaşamısınız. Bəs bu qədər şey elədiyiniz halda problem nədədir? Problem ondadır ki, hər kəsə sevgi dili, sevgisini göstərmə şəkli eyni deyil və tam olaraq bu mövzuda sevgi dili girir mövzuya. Birinci sevgi dilimiz təsdiqləyici sözlər. Bu insanlar bilirsiniz necədir? O bəzi insanlara deyirik, tam qazla işləyir bu insan. 2-3 xoş söz deyirsən, hər şey eləyir falan. Bax, tam olaraq bunlar onlar. Bu insanlar sadəcə hər an, hər dəqiqə sizdən nəsə sözlər gözləyir. Sən çox gözəlsən, ay sən çox gözəlsən, ay sən necə qəşəng elədin bunu, səni çox sevirəm, sənlə çox qürur duyuram. Bu insanlar, yəni tamamilə bu sözlərlə qidalanır. Bu sözlər onlar üçün tam olaraq bir sevgi göstəricisidir. Məsələn, durub ona desən ki, ayda necə gözəl evin var, necə gözəl maşının var, ayda paltarın çox gözəldir, sənə çox yaraşır. Bu onu həqiqətən egosunu tatmin eləyir deyim, nə deyim tam olaraq bilmirəm, amma o sözlərlə çox xoşbəxt olur. Təbii ki, bu çoxunluğumuzda var ki, məsələn, bu tərs cümlələr bizi xoşbəxt edir. Amma bu sevgi dilində olan insanlar üçün hər şeydən önəmli əsas bu sözləri eşitməkdir. Aramızda belə bir fərq var. Biz bu tərs sözlərdən xoşbəxt oluruq, amma onlar bu tərs sözlərdən rəsmən eşq yaşayır. Və ikinci tiplər. Keyfiyyətli vaxt. Bax, bu tam olaraq mənim. Mənim sevgi dilim budur. Bu insanlar sizin sadəcə zamanınızı istəyir, diqqətinizi istəyir, qayğınızı istəyir. Bu insanlarla maraqlanmağınızı, bir yerdə vaxt keçirməyinizi istəyir. Onunla yan-yana oturub telefonda bir şeylərə baxmaq yox, birə-bir üz-üzə, birə-bir göz-gözə, birə-bir diz-dizə oturmaq, söhbət eləmək, nələrsə eləmək, hər hansı bir oyunlar oynamaq. Yəni bunlar üçün tək maraqlı olan şey bir yerdə zaman keçirmək. Onunla bir yerdə zaman keçirməlisən. Ona diqqət göstərməlisən. Nümunə versək, birlikdə nə bilim yemək bişirmək, bir yerdə film izləmək, yan-yana bilirsiniz o təmas olsun. Su qrubu üzvlərinin istəkləri oldu bu. Yəni tamamilə yan-yana oturasan o təmas olsun. Qucaqlaşım, film izləyim, nə bilim bir yerdə yemək bişirim, gedək bir kafedə oturaq, üzbəüz söhbət eləyək. Yan-yana oturub telefona baxmaq yerine üzbəüz oturub söhbət eləyək. Tam olaraq bu insandır bunlar. Düşünün ki, bir qadın, bir kişi oturublar, oğlanın əlində telefon bir şeylərə baxır və qıza da təklif eləyir ki, gəl baxaq. Bunlar ikisi bir yerdə baxır və qadın deyir ki, sən mənimlə vaxt keçirmirsən. Oğlan da deyir ki, bəs neynə deyir ki? Bu vaxt keçirmək deyil. Bu diyaloqu arada İbrahimlə mən yaşayıram. O da bir kişi düşüncəsi olaraq düşünür ki, zaman keçirmədik. Kimin dedim ki, yox, biz zaman keçirmədik. Bir yerdə oturub sadəcə bir şeylərə baxıb
unutduq. Zaman keçirmək bu deyil. Zaman keçirmək bütün fokusunun məndə olmasıdır və mənim də bütün fokusumun səndə olmasıdır. Yəni tam olaraq belə bir qarışıq mövzudur. Bir balaca çətin ola bilərik, amma neyniyək biz də beləyik də. Üçüncü sevgi dili hədiyyələr və bahalı nələrsə almaq. Bu mənim atamın sevgi dilidir. Mənim atam gördüyü ən bahalı şeyi birinci bizdə olsun istəyər. Gördüyü ən bahalı, ən nə bilim, qəşəng, ən gözə gəlimli şey birinci bizdə olmasını istəyər və bunu bizim üçün eləyər və mənim atamın sevgi dili budur. Mən hətta uşaq vaxtı illərlə düşünürdüm ki, atam bəlkə də bizi çox sevmir. Sonra da öyrəndim ki, əslində o bizi sevir, sadəcə onun sevgi dili fərqlidir. Mənim sevgi dilim bir yerdə bir şeylər eləməkdir. Onun sevgisi ən bahalı şeyləri sənə verməkdir. Bax görürsüz, tamamilə fərqlidir və düşünürük ki, əslində o bizi sevmir və ya münasibətdə və ya nə bilim valideyn münasibətlərində sadəcə sevgi diliniz fərqlidir. Bu qədər sadə. Əslində ortada drama yaradacaq bir şey yoxdur. Sizin üçün pis olan bu şey əslində eyni bu sevgi dili olan bir insan üçün çox möhtəşəm bir şeydir. Düşünün ki, bu sevgi dilində ancaq hədiyyələr alır sizə. Sizə çoxlu hədiyyələr, sürprizlər eləyir, maraqlı şeylər eləyir və sizin sevgi diliniz də hədiyyələrdir. Siz hədiyyə almağı sevirsiniz. Məsələn, bəzi qruplarda var ki, yəni həqiqətən hədiyyə almağı çox sevirlər. Yəni baxır bu maddi, mənəvi fərqi yoxdur. Yəni burada hədiyyənin bahalığı və ya ucuzluğundan söhbət getmir. Mən də hədiyyələri çox sevirəm, amma mən daha çox mənəvi dəyəri yüksək hədiyyələri çox sevirəm. Və düşünün ki, yəni sizə hər dəqiqə sürpriz edən bir insan var həyatınızda. Nəyə pisdir ki, düzdür. Amma siz sevgi diliniz bir-birinizə uymursa, siz bir-biriniz üçün cəhənnəm ola bilərsiniz bu həyat. Yəni sözün əsl mənasında cəhənnəm yaşayarsınız. Amma bir-birinizə uyğun sevgi dili tapsaq, bu həyat çox gözəl olar. Yəni burada önəmli bir məqam var ki, bu insanlar hədiyyə sevir. Hədiyyə almasaz, yəni uzun müddət, nə bilim, aylarla, illərlə hədiyyə almamağınız, onlar üçün nəsə sürprizlər eləməməyiniz, onları sevmədiyiniz mənasına gəlir. Siz oturun bütün günü evdə, ev işi görün, ona kömək eləyin, ona nə bilim hər şey eləyin, çox gözəl sözlər deyin. Yəni onun üçün o deyil. Yəni o hədiyyə gözləyir. Onun sevgi dili hədiyyədir. Yəni tamam siz bunu eləməyəndə o şikayətlənəcək ki, sən məni sevmirsən, sən məni önəmsəmirsən, mənə dəyər vermirsən. Durub onda sorğulamayın ki, bu niyə belə deyir? Sadəcə onun sevgi dili fərqlidir. Onun sevgi dili hədiyyələr. Bu qrupu da bir balaca şir bürcünə oxşadıram mən. Çünki onlar da belə biraz sürprizləri, belə şaşanı, biraz belə o həyəcanı sevirəm. Ona görə bu qrupu biraz şir bürcünə oxşadıram. Dördüncü qrupumuz xidmət. Xidmətdə nədir? Sənin üçün nələrsə eləyir. O bəzi kişilər var ki, məsələn, görürsüz ki, yoldaşı oturub onun üçün nələrsə eləyir, meyvələr doğrayır, nə bilim bir şeylər eləyir, gedir qablarını yuyur, paltarlarını sərir. Yəni ona çox dəstək olur bu mənada. Yəni bu insanın sevgi dili ona kömək eləmək, ona xidmət eləmək, ona nələrdəsə kömək eləməkdir. Vaxt ayırmaq tamam başqa bir şeydir, amma xidmət tamam başqa bir şeydir. Çünki xidmətdə sən onun üçün nələrsə eləyirsən. Amma vaxt ayırmaq, bir yerdə bir şeylər eləmək bu başqa bir şeydir. Xidmət odur ki, sənə köməklik edir. Sənə nələrdəsə köməklik göstərir hər zaman və mümkün qədər daha çox. Yəni bayaq dediyim nümunədəki kimi, siz ona dünyanın ən gözəl sözlərini gündə hər dəqiqədə desəz, ona çox bahalı hədiyyələr belə alsaz, onun üçün çox gözəl sürprizlər belə eləsəz, onun üçün onun çox da önəmi yoxdur. Onun gözləntisi əslində sizin onunla onun üçün bir şeylər eləməyinizdir. Siz onun üçün nə eləyirsiniz? Yəni bu qrup tam olaraq bilirsiniz necədir? Yəni nə dediyinə baxmaz, nə etdiyinə baxar. Yəni və bu variant çox gözəldir. Həqiqətən insanların sizi sevməsi, onların elədiyi sürprizlərlə, nə bilim, dediyi sözlərlə heç bir əlaqəsi yoxdur. Sizə necə davrandığına baxın. Bu qədər net. Və 5-ci, fiziki toxunma. Yəni bu sadəcə cinsəllik mövzusu deyil. Bəzi insanlar var ki, İbo'nun mənə dediyi dillə yapışkan insanlar. Biz də, yəni ikimiz də biraz yapışkan insanlarıq. Necə? Məsələn, oturmuşuq eyni yerdə, o ayaq belə olsa təmas eləməlidir, o çiyin belə olsa təmas eləməlidir, əlim də olsa təmas eləməlidir. Orada bir təmas olmalıdır. Yəni mən ona toxunmalıyam, onu hiss eləməliyəm. Mənim sevgi dilim biraz çox qarışıq deyə hər şeydən biraz var. İndi siz də tam olaraq tapa bilmərsiniz, amma əsas ağır basan tərəfiniz olacaq. Yəni təbii ki, hamısından biraz sevəcəksiniz, amma ağır basan bir tərəf
tərəf olacaq ki, onu biləcəksiniz ki, sevgi diliniz nədir. İndi onu da danışacağıq. Nəysə, bu yapışqan insanlar yəni hər an toxunmaq istəyir. Məsələn, oturmuşsunuz orada, o sənin dirsəyindən, əlindən, biləyindən, nə bilim, çiynindən bir yerindən toxunacaq, əlin bir tərəfdə qoyacaq. Başa düşdünüz? Yəni o dərəcə bir şeydir. Yəni bu da məncə çox minnoş bir sevgi dilidir. Çox sevdiyim sevgi dillərindən biri də budur. Yəni bəzi insanlar var, qətiyyən təmas sevmir. Bax, yəni elə insanlar var, yəni onunla qucaqlaşmaq, onu nə bilim, zarafata 2-3 dəfə əlini belə vursan, ondan xoşlanmır. Amma bu insanlar, yəni sən ona toxunmasan, sən onu qucaqlamasan, sən onunla əl təması olmasan, yəni o sənin sevmədiyini belə düşünə bilər. Yəni o dərəcəyə qədər gedib çıxa bilər. Nəysə, sevgi dilimiz 5 idi. 5-ni də saydıq. Sizin sevgi diliniz nədir? Həqiqətən mənə çox maraqlıdır. Ona görə indi sizinlə bir yerdə bəzi şeylər, suallar verib özümüzə sevgi dilimizi tapacağıq və ən sonunda mənə mütləq yazın, sizin sevgi diliniz nədir? Birinci, özünüzə bu sualı verin. Siz ən çox nədən şikayətlənirsiniz? Yəni mənə heç mi hədiyyə almır, kompliment eləmir, heç kömək eləmir mənə, nə bilim, mənimlə heç zaman keçirmir. Siz ən çox nədən şikayət edirsiniz? Və sonra oturub baxın. Yəni həqiqətən sizlə heç mi maraqlanmır, yoxsa sizlə maraqlanır, sadəcə bu sizə kifayət mi etmir? Yəni əgər kifayət etmirsə, demək ki, sizin sevgi diliniz biraz daha çox vaxt keçirmə, zaman keçirmə, o keyfiyyətli zaman mövzusudur da sizin üçün problem. İkinci sualımız, ən çox nə istəyirsiniz? Hədiyyələr mi istəyirsiniz, zaman mı istəyirsiniz, nə istəyirsiniz? Ən çox istədiyiniz, tələb etdiyiniz şey nədir? Və necə sevgi göstərirsiniz? Özünüzə də dönün, baxın və sevdiyiniz insanlara qarşı nələr eləyirsiniz, bunu bilin. Və dediyim 5 dilin arasında özünüzə uyğun olanı seçin. Məsələn, sevdiyiniz insanlara qarşı çoxlu hədiyyələr mi alarsınız, diqqətli misiniz? Nə siz tam olaraq özünüzü bu şəkildə tanıya bilərsiniz və keçək qarşı tərəfin sevgi dilini necə öyrənə bilərik. Bu da çox sadə olacaq. Nələrdən şikayət edir, nələrdən xoşbəxt olur, sizdən nə istəyir? Yəni tam olaraq sizdən tələb etdiyi şeylər nədir? Eyni şəkildə bunları da özünüz sual verin və qarşı tərəfin sizdən istədiklərini falan bunların hamısını qeyd eləyin. Onda biləcəksiniz ki, onun sevgi dili nədir. Ümumiyyətlə bu sevgi dili mövzusu çox maraqlıdır və həqiqətən diqqətli yanaşsaz həyatınıza çox fərqlilik qata bilər. Çünki dediyim kimi bir insanın sevgi dilini öyrənməsi onun üçün çox böyük bir addımdır. Artıq o özü üçün uyğun olan insanlar, özü ilə eyni sevgi dilini bölüşən insanlarla bərabər olur və bu da daha gözəl sevgi münasibəti yaşamağımıza səbəb olur. Yəni özünüzdən çox fərqli sevgi dilinə sahib bir insanla həqiqətən həyatınız keçməz və belə şeylərə çox diqqətli olun. Belə şeylərə çox önəm verin, belə şeyləri çox araşdırın və çox öyrənin. Və dediyim kimi mənimlə sevgi dilini bölüşməyi unutma. Ümid edirəm ki, bu videoda az da olsa sənin həyatında nəsə bir dəyişiklik eləyər. Özünə çox yaxşı bax və videonu bəyəndinsə bəyənməyi, kanalıma abunə olmağı unutma. Hələlik!